Salamlayıram Moskva şəhərindən. Çox az saatlar qalıb böyük tədbir meydanda keçiriləcək, parad olacaq. Bəli, biz ARHD az saytı olaraq Moskva şəhərində məzun olmuşuq. Biz bugün sevinirik, alnımız açıqdır. 44 günə qalib gələn bir dövlətin vətəndaşıyıq. Burada Azərbaycanımızın əskərləri, hərbiçiləri, zabitləri üç rəngli müqəddəs bayrağımızı dalğalandıracaq. Bir daha da hər bir dövlətə sübut edirik ki, Azərbaycan dövləti qüdrətli bir dövlətik. 44 günə qalib gələn bir xalqıq, bir dövlətik. Onu da səbəbkarı unutmalı deyirik ki, Cənab Prezident İlham Əliyevin daxili və xarici siyasəti nəticəsilə torpaqlarımız azad olaraq bugün Şuşamızda, Xankəndində, Qarabağımızda üç rəngli müqəddəs bayrağımız dalğalanır. Allah şəhidlərimizi rəhmət etsin. Qazilərimizə, veteranlarımıza Allahdan şəfa, can sağlığı diləyirik. Bəli, qələbənin 9 may qələbənin 80 illiyi keçiriləcək. Çox qısa saatlar qalıb burada açılış olacaq, böyük parad keçiriləcək, böyük tədbir olacaq. Bunu da unutmalı deyirik ki, dahi Ulu Öndər Heydər Əliyev Moskvada işləyən dövrdə də Azərbaycan xalqına böyük xidmət edir, vətəndaşlarına böyük diqqət, qayğı göstərir. Allah dahi Ulu Öndər Heydər Əliyevin rəhmət etsin. Onun ruhu bugün şaddır ki, Şuşamız azad olunur. Bugün Qarabağ Azərbaycan, Azərbaycan Qarabağ söylüyor. Eşq olsun Azərbaycan xalqına, bir daha da qələbə bayramımız mübarək olsun. ARHD.az saytı olaraq biz Moskvada olaraq sizlərə